Uşaqlar, biz nə edirik? Biz bugün sizlə indikatorların tuş və əsasi mühitdə həm demək ki, rəng dəyişməyini müşahidə aparacağıq təcrübə şəklində. Yəni indikatorlarımız həm kağız şəklində ola bilər, həm də məhlulda ola bilər. Və bunların öz rənglərini biz bilirik. Baxın, öz rəngi verir və mən bu götürdüyüm lakmusdur. İndi birinci gəlin turşuların lakmusun rəngini nəyə çevirdiyinə baxaq. Məsələn, tutaq ki, götürürəm burada florid turşusu. Əlavə elədim. Florid turşusunu əlavə elədik. İndi indikator olaraq, baxın, litmus lakmus deməkdir. Və öz rəngini görürük, onun bənövşəyi, bəli. Öz rəngini gördük və üzərinə əlavə elədik. Baxın. Nə rəngə çevrildi? Biraz da əlavə elədik. Qırmızı rəng aldı. Deməli, buradan belə nəticəyə gəlirik ki, lakmus tuş mühitdə qırmızı rəngə çevrilir. Bənövşəyi rəngdə qırmızı rəngə çevrilir. İndi gəlin metil oranja baxaq. Birinci fenaftalinə baxaq, sonra metil oranja. Deməli, indi yenidən, yəni də florid turşusu fərq eləmir. İstənilən turşunu götürək. Məsələn, yəni də florid turşusu götürürəm. Bu dəfə indikatora biraz çox dökülür, daha yaxşı alınsın. İndi götürək fenaftalin. Fenaftalinin öz rəngini görürsünüz burada, rəngsizdir. Görək turşu ilə nə rəng olmuş. Baxın uşaqlar. Əgər fenaftalin rəngsizdir və istənilən mühitə onu əlavə eləsək, rəngsiz qalırsa, deməli buradakı mühit turşu mühitdir. Yəni turşu götürmüşük. Yəni rəng dəyişikliyi olmur fenaftalində. İndi gələk sonuncuya baxaq. Metil oranja görək necə dəyişir rəngini. İndi uşaqlar yenidən H-xloru əlavə edək. Yəni dəyişmirəm ki, çaşmayasınız. Əlavə edirəm burada yenə də indikator metil oranj. Metil oranjın öz rəngini görürük. Yəni buna deyirik narıncı rəng. Onun üzərinə turşu bunu biz bu rəngi götürəcəyik çəhrayı rəng. Görürsünüz, rəng fərqi olur. Çəhrayı rəng götürəcəyik. Deməli, metil oranjın öz rəngi narıncıdır və o tuş mühitdə çəhrayı rəng verir. Onu da demişəm, necə yadda saxlayarıq. Keçirik indi əsaslarla. Görək ki, bizə nə mühit verəcək bunlar. Əsaslarla lakmusun hansı rəngə çevrildiyinə baxaq. Bunun üçün bilirik, əsaslarımız əsasən bərk rəngdədirlər, bərk olurlar. Buna atdım, müəyyən qədər su əlavə etməliyəm ki, bunun məhlulu alınsın. Məhlulunu aldım, üzərinə indikator olaraq dedik ki, lakmus gəlirəm. Öz rəngi lakmusun, yəni bu əsas mühit. Özünə gəlirəm bənövşəyi rəng. Baxın, rəng oldu göy. Deməli, əsası mühitdə lakmus göy rəngi çevriləcək. Yəni, buna əsasən biz bilirik ki, məhlulunda əsaslı, yəni əsası mühit var. İndi baxaq, fenaftalinə baxaq. Yenidən mən götürürəm natrium hidroksidi. Yenidən biraz su əlavə edirəm. Yenidən natrium hidroksidi götürürəm. Su əlavə edirəm. Yəni, bunu davamlı təkrarlamalıyıq. Bunu məhlulunu alalım. İndi indikator olaraq götürürəm fenaftalin. Öz rəngi rəngsizdir. Baxın, əsası mühitdə görünməlidir. Buna deyəcək moruğu rəng. Çünki ədəbiyyatda bizə bu moruğu rəng. Dolayı üçün proqramdan proqrama rəng tonunda fərq var. Yəni, bu çəhrayı rəng getsə də biz bunu moruğu rəng götürəcək. Deməli, fenaftalinlə əsası mühit nə olur? Moruğu rəng. İndi baxaq metil oranja. Yenə də götürürəm natrium hidroksid. Əlavə elədim. Onu əsasi su ilə qarışdırdım. İndi yenidən indikator olaraq burada mən götürəcəm metil oranjı. Öz rəngi narıncıdır metil oranjı. Əlavə edirəm, baxın. Artıq tünd narıncı rənglər biraz açıq ton olan sarı rəngi alır. Bu da indikatorlarla vasitəsilə əsası və tuş mühitinin təyinidir. İndi uşaqlar nə edirik? Biz keçdik ki, pH bərabərdir 7 olanda H müsbət, OH mənfiyə bərabər olur.
və neytral mühit olur. Və bu neytral mühitdə indikatorlar hansı rəngdədirsə, məsələn, lakmus özü bənövşəyi rəngdədir, elə bənövşəyi də qalmalıdır. Gəlin bunu biz natrium xlorid duzunda eləyək. Niyə görə bu bizə neytral mühit verir? Deyirsiniz ki, bəs əsas deyil, turşu deyil, duzdur, amma baxın, natrium özü aktiv metaldır və bunun sönə reaksiyasından alınır natrium OH. Bu da özü aktiv, yəni qüvvətli turşu olduğundan bundan da alınır. Suda həll etdikdə burada alınır bizdə H xlor. Yəni natrium xloridin üzərinə biz su gələndə alınır bizdə natrium hidroksid və H xlor. Yəni burada həm əsasi mühit var, həm yəni H1-dir, OH 1-dir. H H-a bərabərdir və neytral mühitdir. Gəlin buna baxaq. Və neytral mühitdə demək ki, lakmus digər indikatorlar öz rəngini saxlayır, yəni dəyişmir. Bu da göstərir ki, mühit neytraldır, öz rəngində qalırsa. Gəlin bunu yoxlayaq. Deməli, duzlar bölməsinə gedək, natrium xloridə tapaq. Fərq eləmir, natrium xlorid olsun, kalium xlorid olsun. Baxaq, xloridlər bölməsindən. Xloridləri keçdik. Aha. Aha. Kalium xloridi tapdıq. Əlavə edirəm bunu. Kalium xlorid olsun, natrium xlorid olsun, eyni reaksiyadır. Yəni bunun üzərinə su gəlsək, bizdə alınacaq burada nə? Aha, mən bunun məhlulunu aldım. Və burada mənim məhlulumda əmələ gəldi. Kalium xloridin üzərinə su gəldim. Alındı məndə kalium OH və H plus H xlor. İndi davam edirik. Üzərinə indikator olaraq lakmus yəni gəlsə, yəni görürsünüz öz rəngi bənövşəyidir. Əlavə edirəm. Baxın, öz rəngində qalır. Yəni təkcə lakmus deyil, eləcə də digər fenolftalin də, metil oranj da, yəni öz rəngində qalır. Çünki H OH-a bərabərdir. Burada neytral mühiti göstərir. Bu qədər uşaqlar.